Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağstafa rayonunda əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 5 suvarma mənbəyindən istifadə edir. Bunlar əsasən Ağstafa çay su anbarı, Ağgöl su mənbəyi, Həsənsu çayı, subartezian quyuları, Qarasu və qaynamalardır. 2025-ci ilin əvvəlindən suvarma mənbələrindən 44 milyon kubmetr su götürülərək su ayrıcılarından birlikdə 33 milyon kubmetr su verilir. İdarənin balansında 825 km uzunluğunda suvarma kanalları mövcuddur ki, bunun 204 kilometri beton kanallar, 8 kilometri qapalı boru şəbəkəsi, 1 kilometri nov kanal və 612 kilometri torpaq məcralı kanallardır. Su itkisinin qarşısını almaq məqsədi ilə torpaq kanalların beton üzlüklə əvəz olunması işləri hər il davam etdirilir. Bundan başqa, Ermənistanla sərhəddə yerləşən Tatlı, Yaradullu kəndlərində suvarmada və məişətdə istifadə etmək üçün Həsənsu məcrasında yeraltı suların toplanaraq nasoslar vasitəsilə qaldırılması üçün təmir tikinti quraşdırılma işləri yekunlaşmaq üzrədir. Hazırda 7,9 km uzunluğunda Tatlı arxının beton üzlüyə alınması işləri yekunlaşıb və əhalinin əkin sahələrinin suvarma suyu ilə təminatı həll edilib. Ağstafa rayonunda 24.830 hektar suvarılan ərazi mövcuddur. Bu il ərzində 7.020 hektar taxıl bitkisi əkilmiş və 2 dəfə suvarılmışdır. Hal-hazırda bostan, tərəvəz, paxlalı bitkilər, qardalı və yonca bitkisinin suvarılması davam etdirilir. Qarşısında dayandığımız kanal Ağstafa rayonunun Dağkəsəmən, Poylu və Xətai kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin edən Poylu arxıdır. Poylu arxının ümumi uzunluğu 14,5 kilometrdir. Bundan 6 kilometri beton üzlüyə alınmışdır və 2025-ci ildə 1,6 kilometr məsafədə beton işlərinin aparılması planlaşdırılır. Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrini suvarma suyu ilə təmin etməklə rayon əhalisinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını da yerinə yetirir. İçməli su təchizatı subartezian quyular vasitəsilə həyata keçirilir. Rayon ərazisində su və kanalizasiya şəbəkələrində baş verən qəzalar bərpa xidməti tərəfindən operativ olaraq aradan qaldırılır. Bundan başqa 19 ədəd sıradan çıxmış sayğac yenilənir. 7 abonent yeni sayğacla təmin edilərək abonent bazasında qeydə alınıb. Ağstafa şəhərinin içməli su təchizatı 6 ədəd subartezian quyuları vasitəsilə həyata keçirilir. Həmən subartezian quyularından çıxarılan xam su gördüyümüz mərkəzi su anbarına yığılaraq müasir tipli su təmizləyici qurğu olan Əksosmos qurğusu vasitəsilə təmizlənərək 5120 abonentə fasiləsiz olaraq çatdırılır. Rayon ərazisində baş verən içməli su xətlərində və kanalizasiya xətlərində baş verən qəzalar dərhal idarəmiz tərəfindən aradan qaldırılır və bu istiqamətdə işlərimiz davam edir. Qeyd edək ki, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında 2200 hektar ərazidə suvarmanı yaxşılaşdırmaq məqsədi ilə 4 ədəd nasos stansiyası var. 4 aqreqatlı Muğanlı nasos stansiyası, 1 aqreqatlı Həsənsu nasos stansiyası, 1 aqreqatlı Köçəsər nasos stansiyası və 1 aqreqatlı Qıraq-Kəsəmən nasos stansiyası. İlin əvvəlindən su itkisinin qarşısını almaq məqsədi ilə arx və kanallarda mexanizmlərlə 160 km hissəsində 144 min kubmetr lildən təmizlənmə işləri aparılıb. İlin əvvəlindən 18 ədəd hidrotexniki qurğu, 1 ədəd mülki və istehsalat binasında və Latok kanalda cari təmir işləri aparılıb. 1 ədəd nasos stansiyasında mexaniki avadanlıqların cari təmir işləri yekunlaşıb.